Demək dostlar, mənim gözlərim zəif görür, bilirsiniz. Həm uzağı, həm yaxını. Navilux mənim üçün belə bir eynək hazırlayıb, hansı ki, həm uzağı, həm yaxını bununla bir açki ilə görə bilirəm. Düzdür, bu bir müddət vaxt çəkir bu açkinin hazırlanmağı. Sizin gözünüzün dərəcəsinə görə ölçülür, hazırlanır. Amma onu deyim ki, bu açkidən sonra çox rahatam. Hətta bunu taxmayanda narahat oluram. Uzağı da rahat görürəm, aşağı baxanda yaxında yaxşı görürəm. Onun üçün Navilux sizə çox təşəkkür edirəm. Uzun zamandır, yəni belə rahatçılığım yox idi və bilmirdim ki, belə bir eynək hazırlamaq olar. Bunu etdiyiniz üçün, o peşəkarlıq üçün təşəkkür edirəm. Demək qızlar, gəlmişəm Ülkərimin yanına. Bugün bizim korreksiya günümüzdür. Canım Ülkərim. Bugün yenə boğazımızın bu Venera halqalarını eləyəcəyik. Daha sonra sizə çox təriflədiyim egzosomdan danışım və nəticəni göstərim. Baxın, çıxan təzə saçlarıma. Görürsünüz? Mənim buramda demək olar ki, saç yox idi, çox seyrək idi. Görün necə uzanıb çıxıblar. Bax, burada da eyni şəkildir. Bunlar hamısı təzə saçlardır. Bu saçıma vurduğu egzosomdandır. Daha sonra bugün əgər qorxmasam, alın dolğusu eləyəcəyik. Məndə bu hissədə bir balaca batıq var. Onu aradan qaldıracaq. Daha sonra dodağımızın korreksiyasını eləyəcəyik. Çünki mənim dodaq formam çox çətin olduğuna görə hər dəfə biraz, çox az artırırıq. Daha sonra üzümə böyük ehtimal bilirəm ki, yenə egzosom eləyəcək ki, üzüm belə tartılsın. Qızlar, bir dənə baxın yeni çıxan saçlarıma. Buna bax. Bu egzosomun sayəsindədir, biləsiniz. Baxın, bu hamısı yeni çıxan saçlardır. Və saçımın uzanmağından danışım sizə. Bax, bu da hamısı egzosoma görədir. Görün, yadınızdasa saçım belə idi. İndi artıq uzanıbdır və tökülməyimiz demək olar ki, 80% azalıb. Hələ bir dəfə etmişəm. İndi bugün yenə egzosom eləyəcəyik. İnanıram ki, ondan sonra daha möhtəşəm nəticə alacağım. Təbii ki, tək egzosomla olmur. Evdə də baxımlar etmək lazımdır və ən önəmlisi bir analiz verib vitaminlərinizi yoxlatdırın. Əgər saç tökülməniz varsa təbii ki. Bir sözlə saçlarım da belə uzanır. Bu arada mən qaş qaldırma falan etməmişəm. Sadəcə olaraq Ülker nəsə eləyib belə olur bu. Əməliyyat deyil. Bilirəm ki, dəstimi soruşacaqsınız. Dəstim hər zamanki kimi şafamdandır. O qədər gözəl materialı var, çox gözəldir. Çox bəyənirəm bu dəsti. Kaş bunun bir neçə rəngləri olardı. Bəlkə də artıq var, bilmirəm. Amma çox gözəldir. Materialı ümumiyyətlə belə ipəkdir, çox gözəldir. Yumuşaq pambıq. İpək yox, pambıq. Çox qəşəngdir. Demək qızlar, Venera halqalarını işlədik yenə. Bir balaca göylərimiz ola bilər, bu normaldır. Üzümə də bio etmişik, görürsünüz. Bildiyimiz somon nəyi? Somon balığının DNA'sı. Somon balığının DNA'sını etmişik üzümə. O üzdəki o dartınma, lifting effekti, üzümdəki parlaqlıq hamısı bax Ülkerin biolarından sonra olub. Qaldı indi alnımız, bir də burada gicgah dolgusu, onu eləyəcək. Demək dostlar, mənim gözlərim zəif görür, bilirsiniz. Həm uzağı, həm yaxını. Navilux mənim üçün belə bir eynək hazırlayıb, hansı ki, həm uzağı, həm yaxını bununla bir açki ilə görə bilirəm. Düzdür, bu bir müddət vaxt çəkir bu açkinin hazırlanmağı. Sizin gözünüzün dərəcəsinə görə ölçülür, hazırlanır. Amma onu deyim ki, bu açkidən sonra çox rahatam. Hətta bunu taxmayanda narahat oluram. Uzağı da rahat görürəm, aşağı baxanda yaxında yaxşı görürəm. Onun üçün Navilux sizə çox təşəkkür edirəm. Uzun zamandır, yəni belə rahatçılığım yox idi
və bilmirdim ki, belə bir eynək hazırlamaq olar. Bunu etdiyiniz üçün, bu peşəkarlıq üçün təşəkkür edirəm. Demək qızlar, gəlmişəm Ülkərimin yanına. Bugün bizim korreksiya günümüzdür. Canım Ülkərim. Bugün yenə boğazımızın bu Venera halqalarını eləyəcəyik. Daha sonra sizə çox təriflədiyim egzosomdan danışım və nəticəni göstərim. Baxın, çıxan təzə saçlarıma. Görürsünüz? Mənim buramda demək olar ki, saç yox idi, çox seyrək idi. Görün necə uzanıb çıxıblar. Bax, burada da eyni şəkildir. Bunlar hamısı təzə saçlardır. Bu saçıma vurduğu egzosomdandır. Daha sonra bugün əgər qorxmasam, alın dolgusu eləyəcəyik. Məndə bu hissədə bir balaca batıq var. Onu aradan qaldıracaq. Daha sonra dodağımızın korreksiyasını eləyəcəyik. Çünki mənim dodaq formam çox çətin olduğuna görə hər dəfə biraz, çox az artırırıq. Daha sonra üzümə böyük ehtimal bilirəm ki, yenə egzosom eləyəcək ki, üzüm belə tartılsın. Qızlar, bir dənə baxın yeni çıxan saçlarıma. Buna bax. Bu egzosomun sayəsindədir, biləsiniz. Baxın, bu hamısı yeni çıxan saçlardır. Və saçımın uzanmağından danışım sizə. Bax, bu da hamısı egzosoma görədir. Görün, yadınızdasa saçım belə idi. İndi artıq uzanıbdır və tökülməyimiz demək olar ki, 80% azalıb. Hələ bir dəfə etmişəm. İndi bugün yenə egzosom eləyəcəyik. İnanıram ki, ondan sonra daha möhtəşəm nəticə alacağım. Təbii ki, tək egzosomla olmur. Evdə də baxımlar etmək lazımdır və ən önəmlisi bir analiz verib vitaminlərinizi yoxlatdırın. Əgər saç tökülməniz varsa təbii ki. Bir sözlə saçlarım da belə uzanır. Bu arada mən qaş qaldırma falan etməmişəm. Sadəcə olaraq Ülker nəsə eləyib belə olur bu. Əməliyyat deyil. Bilirəm ki, dəstimi soruşacaqsınız. Dəstim hər zamanki kimi şafamdandır. O qədər gözəl materialı var, çox gözəldir. Çox bəyənirəm bu dəsti. Kaş bunun bir neçə rəngləri olardı, bəlkə də artıq var, bilmirəm. Amma çox gözəldir. Materialı ümumiyyətlə belə ipəkdir, çox gözəldir. Yumuşaq pambıq. İpək yox, pambıq. Çox qəşəngdir. Deməli qızlar, Venera halqalarını işlədik yenə. Bir balaca göylərimiz ola bilər, bu normaldır. Üzümə də bio etmişik, görürsünüz. Bildiyimiz somon nəyi? Somon balığının DNA'sı. Somon balığının DNA'sını etmişik üzümə. O üzdəki o dartınma, lifting effekti, üzümdəki parlaqlıq hamısı bax Ülkerin biolarından sonra olub. Qaldı indi alnımız, bir də burada gicgah dolgusu, onu eləyəcək.